Günü-gündən qloballaşan dünyada Azərbaycan dilinin yaşadılması, inkişaf etdirilməsi mühüm və zəruri məsələlərdəndir. Milli yaddaşın daşıyıcısı olan ana dilinin qorunması və zənginləşdirilməsi isə dövlət siyasətinin əsas prioritetlərindəndir. Dilin daxili imkanlar hesabına zənginləşdirməsi yolu ilə onun yad kəlmələrdən qorunmasını həyata keçmək mümkündür. Alimlər dilimizin daxili imkanlar hesabına qorunması mənbələrini müəyyən edib üzə çıxarmalı. Yazıçılarımız isə üzə çıxarılmış bu dil laylarını ədəbiyyatda kütləviləşdirməyi, xalqa çatmağı bacarmalıdırlar. Mirzə Cəlilin dili, Üzeyir Hacıbəylinin dili, Haqq Verdiyevin dili, bu möhtəşəm Azərbaycan yazarlarının dili gənc nəslə xüsusi diqqət və xüsusi həssaslıqla təqdim edilərsə və bu dil, onların yaratdığı Azərbaycan dili insanların beyninə hoparsa, canına, qanına hoparsa, Azərbaycan dilinin qorunması məhz bu addımlardan başlamalıdır. Məhz bu düşüncələr ətrafında Yazıcılar Birliyində Dilimiz, Kimliyimiz adlı müşavirə keçirildi. Tədbirdə Azərbaycan dilinin qloballaşma şəraitində milli xüsusiyyətlərinin saxlanılması və daxili imkanları hesabına inkişaf etdirilməsi məsələləri müzakirə edildi. Çıxışlarda Azərbaycan dilinin ədəbiyyatın və milli düşüncənin formalaşmasındakı mühüm rolu vurğulandı. Təbii bu, həm belə deyək ki, Yazıçılar Birliyinin, hətta şairlərin, yazıçıların birbaşa dilin qorunması onun borcudur və həmişə də Azərbaycan dilinin keşiyində dayanıblar. Bugün də biz tədbirə ziyalıları, böyük bilim adamların, dil adamları, dilçiləri dəvət eləmişik ki, onlar da dilimiz və kimliyimiz deyək ki, mövzusunda bu müşavirəyə qatılsınlar. Azərbaycan dilinin yaşadılması, cəmiyyətin xüsusən də elm və ədəbiyyat sahəsinin üzərinə düşən mühüm missiyadır. Yazıcılar Birliyində bu missiya ətrafında toplaşan görkəmli şəxslər ana dilinin bugünü və gələcəyi barədə birgə düşünməyin vacibliyini bir daha nümayiş etdirdilər. Arzu Yusif, Rüyal Əsədov, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.